ki geldin Tuğrul. Necəsən? Necə ola bilər əmi? Olanlara heç inanmağım gəlmir. Əsas de görüm, Nuray necədir? Özünü necə hiss eləyir? İndi sən demək istəyirsən ki, bu olanlardan xəbərin yoxdur. Tuğrul, səncə mən elə şey eləyə bilərəm? Mən əllərimi qıraram, Nuray'a əl qaldırmaram. Allah'ın da olsun ki, mənim hesabdan xəbərim yoxdur. Hamısını o alçaq Eldar eləyib. Sən onun necə adam olduğunu bilmirsən. Başdan xarabın biridir. Nuray'a çox pisə də qorxu gəlirdi. Keçmiş yoldaşını da... Sabir! Özünü qorumaq üçün başqasına şər atma. Səndən başqa cür danışardım. Amma dua elə. Dua elə ki, buradasan. Haqlısan qardaşım. Haqlısan. Amma mənim heç bir günahım yoxdur. Mən Nuray'a heç nə eləməmişəm. Mən Nuray üçün canımı qurban verərəm. Hoş gelmişsiniz Xavər xanım. Hoş gelmediğimi özün de yaxşı bilirsən. Toğrul, məndən heç vaxt bu tərzdə danışmamışdı. İndiyə qədər mənə heç vaxt cavab qaytarmamışdı. Hamısı da sənə görə oldu. Xavər xanım. Qulaq as. Mən bunu nəyə görə elədim bilirsən? Sənin yaxşılığın üçün elədim. Fikirləşdim ki, qohum əqrəbən sənin haqqında yaxşı fikirləşər. Sən özün də buna razılaşdın axı. Elə deyil? Amma Toğrul indi fikirləşir ki, mən bunu sizin ayrılmağınız üçün eləmişəm. Amma əslində elə deyil. Xoşun gəldi hərəkətindən. Xavər xanım, mən Toğrul'la heç nə danışmamışam. Mən demirəm sən onunla nəsə danışmısan. Sən gedib Cahangirlə danışmısan. Utanmırsan? Nə? Mən səni düzəməlli adam bilirdim. Mən səni ağıllı qız bilirdim. Sən neynədin? Adam qaynatası ilə gedər elə söhbət eləyər. Ayıbdır, vallahi ayıbdır. Xavər xanım, mən Mənə sənin açıqlaman lazım deyil. Xavər xanım, mən müqaviləni də imzalamışam. Baxın, inanmırsınızsa gözlüyüm burada, gətirim göstərim. Gözlüyüm. Sən kimsən ki, mən səni burada gözləyim? Qaça-qaça ayağıma gələcəksən. Terbiyəsiz. Danışdın Toğrul. Nə dedilər? Danışdım Lale. Nuray izahatda nə deyəcəksə ona uyğun hərəkət eləyəcəklər. Toğrul, qurban olum, nə olar? Nurayla danış.
Yalvarıram sənə. Qoy sözün düzün desin. Balamı burada saxlamasınlar. Ürəyim partlayar, yazıqdır balam. Nurayın da vəziyyəti yaxşı deyil. Həkim ona deyib ki, əsəbləşmək olmaz. Əslində mən istədim ki, bugün biraz Nuray ilə söhbət eləyim. Nə danışdınız? Nəsə dedi? Yox. Elə susub oturmuşdu. Bir kəlmə də demədi. Zəlil qalsın Eldarı. Aləmi vurdu bir-birinə. Solmaz xala. Qoy Nuray özünə gəlsin, biraz düzəlsin. Özüm onunla danışacağım. Danışması psixoloqla danışaram. Bir yolunu tapıb həll eləyəcəm. Mən də hər şeyin düzünü bilmək istəyirəm. O vaxta qədər mənim balam burada qalacaq. Qalacaq. Qoy qalsın. Sənin oğlun mənə yalan danışmamalıydı. Məndən heç nəyi gizlətməməliydi. Səni nə vecinə oturmuşsan istəyib eşiyində. Rahat həyatında. Bəxtəvərin balası. Dörd divarın arasında qalan mənim balamdır. Toğrul. Sən niyə bu qədər əsəbsən? Başqa nəsə olub? Elə şeylər olub ki, Lalə. Nə olub? Nə deyəcəyimi, nə fikirləşəcəyimi bilmirəm. Bir tərəfdən Nurayın belə olmağı, bir tərəfdən atanın elədiyi hərəkət. Hamısı qarışıb bir-birinə. Atam nə edib ki? Ləman səninlə danışmıyor. Yox, danışmamışıq. Toğrul, sən doğrudan da fikirləşirsən ki, bunları Samir eləyib? Nədir az? Çayını niyə içmirsən? Tövbə demisən, hə? Nədir, nə olur? Gənə sifətindən zəhrimar yağır. Mən o üzüyü Toğrulun sifətinə çırpmasaydım, bu saat sənin o səy qızın o müqaviləni imzalamışdı. Analı, balalı, çörəyiniz dizinizin üstündədir. Yaxşılıq yox da sizə. 5 parmağın 5'ini də bal eləyib boğazınıza soxsam gene deyəcəksiniz ki, zəhərdir. Sizin başınıza ha. O İfritə bacının səy oğlu hardadır? Dünən dedim axı gəlsin, gedək obyektə baxaq. Bilmirəm, xəbərim yoxdur. Bə nə bilirsən sən? Zalım o zalım elə bil ki, Məcnundur düşüb çöllərə. Fikirləşmir ki, xanlar oğullar o boyda Nurəddinin oğlunu qoyub sənə qız verməzlər axı. Səydi də. Anası kimi. Kökünüzü ölsün sizin. Elə bilərsən sən. Zatı qırıqlar. Toğrul, sən nənəm. Sən bunları Samirin elədiyinə inanırsan? Lalə, mən kimə, nəyə inanacağımı bilmirəm. Kaş Nuray hər şeyi danışardı. Onda hamı bilərdi ki, nələr olub. Ürəyim yerindən çıxır, Lalə, ürəyim yerindən çıxır. Bu məsələn bu qədər də uzanmağı lap əsəblərimə toxunur. Toğrul, sakitləş. Yəqin ki, hər şey yaxşı olacaq. Bir də ki, Ləman da 100% atama görə belə eləyir, utanır. Ona görə sənə zəng eləmir. Həm hər şey qaydasına düşəcək. Mən inanıram ki, Ləmanla sən çox xoşbəxt olacaqsınız. Bax, sən çox yaxşı qardaşsan. Həqiqətən deyirəm bunu. Sadəcə biraz zamana ehtiyacım var. Gözdə hər şey düzələcək. Bax, Toğrul, bu həyatda bircə ölümə çarə yoxdur. Düz deyirsən, Lalə. Düz deyirsən. Neysə, sən məni bağışla. Mən getməliyəm, işlərim var.
Yaxşı doğru. Özünə yaxşı bax. Qulaq as. Adam tutursan Eldarı güdür. Onun hər addımından xəbərim olsun. Samir, gördün özünü nə vəziyyətə saldın? Sən hər şeyi vaxtında danışmalıydın. Düz deyirsən. Bütün yaşadıklarımın bir günahkarı varsa o da mən özümə. Mən hamısını vaxtında danışmalıydım. Oturub susmamalıydım. İstəyirsən xahiş eləyim, Nuray zəng eləməyinə icazə versinlər. Nuray zəng eləyib. Nuray zəng eləməyib. Amma Günel bəlkə 10 dəfə zəng eləyib. Hələ mesaj da yazıb. Bu qız səndən əl çəkən oxşamır ha. İndi zəng eləsə nə deyim, cavab verim? Yox, cavabsat vermə. Solmaz xala, Samirdən nə xəbər? Neynədilər, buraxmadılar? Ne diyecekler? Tutup balamı sakladılar orada. Yazık uşağım. Yüzün görmedim sonra. Allah özü kömək olsun, ay Solmaz xala. Amma sən ürəyini rahat saxla. Hamı deyir ki, Samirin bu işdə əli yoxdur. Ne olsun ki? Hamı bilir Samir'in günahı yoktu. Ama gördün, uşağımı saldılar içeri. Ayten, Nuray necədir? Siz gedəndən sonra biraz yemək yedi, indi daha yaxşıdır. Sən də soruşdu, mən demədim ki, siz polisə getmisiniz də. Dedim ki, parka gəzməyə çıxmısınız. Yaxşı elədin. Yaxşıdır deyirsən? Onda mən gedim. Görüm bəlkə məndən danışar. Allah köməyin olsun. Bir dilə tut danış gör, nə deyir? Ay Allah. Sən özün mənim balamı quruş hər böhtandan qoru. Ay Allah. Harda da Ayten? Qonaq otağında. Amma Nə? yox, heç nə, heç. Nə olub Ayten? Bilmirəm, deyim, deməyim. De görək nə olub Ayten? Yaxşı, get qapını bağla. De. Siz gedəndən sonra bunun nişanlısı çıxdı, gəldi. Allah ona lənət eləsin. Allah ona qənim olsun. Onu görüm heç işıqlı dünyaya baxa bilməsin. Onları tək qoydun? Bəs neyniyim? Deməzlər ki, sənin burada nə işin var? Çox qaldı. Yox, elə çox qalmadı. 3-5 dəqiqə. Sonra çıxdı, getdi. O gedəndən sonra Nurayın da halı pis oldu. Sənin başın xarab olur. Hə? Sən bilə-bilə ki, o mənim uşağımı içəri saldırıb. Sən bilə-bilə ki, o mənim balama şər atıb. Necə buraxırsan onu bu evin içinə? Dəli olmusan sən? Ay, Solmaz xala, sənə qurban olum mən. Elə deyirsən ki, elə bil bura mənim dədəmin evidir. Mən neyniyim? Hə, evin kürəkənidir. Gəldi deyim, gəlmə. Qəribə adamsan, Mən deyirdim elədir, hə? Bir bəhanə uyduraydın da, deyirdin ki, Nuray özün pis hiss eləyir, dərman qəbul eləyib, həkim icazə vermir yanına gəlməyə. Bir ayrı vaxt özünə lazım olanda o qədər bəhanə uydurursan ki. İndi bunu da bir şey uyduraydın da.
Yaxşı da Solmaz xala. Sən elə həmişə məndən narazısan. Razı olum səndən. Hə Ayten? Sən nənəmi? Özün deyirsən ki, o gəldi getdi, Nurayın vəziyyəti pis oldu. İndi Xavər xanıma nə deyəcəksən? Mən neynədim? Axı mənim günahım nədir? Heç nə. Sizin nə vecizə? Tutulub içəri salınan mənim oğlumdur. Sizin canınız ağrımır axı. Nuray. De görüm niyə belə eləyirsən? Nə olub sənə? Nuray. Qorxma da danış. Niyə özünü depressiyaya salırsan axı? Nuray, bax, mənə danışa bilərsən. Danış görüm nə olub? Anne, ne olur beni tek koyma, xahiş ederim, ne olur. Ne olur beni tek koyma. Ne olur həmişə yanımda ol, xahiş ederim, ne olur. Həmişə benim yanımda ol, gelmesin. O bir de bura gelmesin, xahiş ederim, ne olur. O gelmesin, xahiş ederim. Nuray, gözəlim mənim. Bax, mən buradayam, sənin yanındayam. Hər şeyi mənə danışa bilərsən. Qorxma, nədən qorxursan? Buradayam da, qorxma, heç kim sənə heç nə eləyə bilməz. Danış görüm nə olub? Nuray. Səni Eldar bu hala salıb. O döyüb səni. Qorxuram. Qorxuram, Lale, qorxuram. Qorxuram. Nuray, bax, sakitləş. Sakitləş. Bax, mən sənə söz verirəm ki, heç kimə heç nə deməyəcəm əgər istəmirsənsə. Bir kəlmə də demərəm. Sadəcə sən mənlə danış, bölüş görüm nə olub axı. O bir dəfə Samir öldürəcək. Samir öldürəcək. Lale. Samir öldürəcək. O onsuz da indi də Samir'in başını oynaçır. Neden? Necə? Ne olub Samirə? Ne olub Samirə, Lale, ne olub Samirə? Ne olub Samirə? Xahiş edirəm de, ne olub Samirə? Lale, ne olub Samirə? Eldar Samir'i tutturub. Güya səni döyən Samir imiş. Samir heç vaxt elə şey eləməz. Əclaf, öz elədiyini Samir üstünə atdı, hə? Deməli səni bu hala Eldar salıb. Xavər xanım.
Nuray danışdı. Her şeyi dedi. Hardadır? O deyir orada. Ay çok şükür, çok şükür. Məni ölümdən hədələyirdi. Deyəndə ki, sizləri öldürəcək o qədər qorxdum ki. Sizə nəsə olsaydı mən özümü bağışlamazdım, mən ölərdim. Qorxumdan heç kimə heç nə deyə bilmirdim. Deyirdi ki, Samir'i öldürüb bastıracağım. Can oğul, can. Bağışla bizi. Ben onun belə pis adam olduğunu bilmirdim. Uşağım gözümün qabağında zülüm çekip. Can, can, can. Nuray danışdı, hə? Samir'in günahsız olduğunu dedi. Hə xala. Çok şükür sana ay Allah. Qurban kəsəcəm, nəzir paylayacağım, kasıb sevindirəcəm. Sağ ol ay kızım, sağ ol. Allah səni xoşbəxt eləsin. Sən balamı qurtardın, qoymadın orada çürüsün. Hə xala, mən heç nə eləmədim ki. Sən elədin ay kızım, Lalə. Allah səni xoşbəxt eləsin. İndi sənin kimi adamlar o qədər azdır ki. Sakit ol kızım. Her şey geçti, her şey geçti. Korkma. Nuray. Əclaf sənə başqa işin eləməyib. Yox. Şərəfsiz. Allah şükür. Toğrul! Dayan. Qoy geçsin ağzının payını versin o əclafın. Xala burax da. Ona nəsə olsa mən dəli olaram. Ay kız. Toğrul müəllim. Toğrul! Lalə, nə soruşdu? Aç olmaz. Çata bilmədin, hə? Solmaz. Nə olub müəllimə? Heç nə. Bir nəfər vardı, getdi onun ağzının payını verməyə. Bəlkə mən də gedim, ha? Yox. Sən ev eşikdən həyət bacadan müğayət ol, diqqətli ol. Ay Allah, bircə Toğrula heç nə olmasın. Narahat olma. Heç nə olmaz inşallah. Toğrul bilir neynir. Peki xala. Tək ki sağ-salamat evə qayıtsın, başqa heç nə istəmirəm. Qaydar inşallah. Narahat olma. Sənə də halal olsun vallah. Üzünə baxan kimi görünür ki, Toğrulu necə sevirsən. Onun üçün canından da keçməyə hazırdır. Amma deyirəm halal olsun da. Özünü öz əlindən sevdiyin adamı verdin bacına. Sənin yerinə bunu heç kim eləməzdi. Xala, bu məsələ çoxdan bağlanıb. Sən də bağlasan yaxşı olar. Samir bölmədədir. Lap yaxşı. Mənə bax, bəs Samirdən başqa kimin izahını aldılar? Yaxşı, gözlə yazam mən sənə. Necə sən oğlum? Oğlum, neyiniyorsun? Şərəfsiz, çox qoy oğlum. Doğru. Çox qoy oğlum. Oğlum, Doğru, diyen danışın. nə danışacaq, ha? Sən necə şərəf olduğunu danışacaq. Doğru, diyen neydi danışın? Doğru. Diyen danışın. Ay, sonra görə pis vəziyyətlər başa düşürsən, ha? Doğru, mən olsa sırf geleceğim buradan. Hara gedəcəksən, şərəfsiz. Sən mənim əlimi dönəcəksən. Doğru. Sonra getməyəcəksən. Doğru, bana diyen danışın. Doğru. Doğru. Kurbanım, diyen bile danışın. Doğru, diyen danışın. Şərəfsiz.
Hani Nuray özüne geldi. Özüne de geldi, her şeyi de danıştı. Ne oldu, kim eləyib bilir, dedi bir şey. Hamısını o Eldar eləyib. Şərəfsiz əlimi keçirdi, onun qollarını sındırdım. Qolduq. Eldar? Toğrul bilir bunu. Məndən əvvəl öyrənib, gedib o qoduğun dalınca. Təkniyə getdi, mi? Mənə deyərdi də. Yaxşı eli belə, tək gedib. Sən ondan da pissən. Gedib əlimizdən bir xəta çıxararsın, sonra bütün günah da sizin boynumuza qalar. Küçüğün ayaqlarını sındıranım. O əlimə geçsin. Qolduq. Can, her şey keçdi. Her şey keçdi. Can, qorx, mən bu, qorx. Ana, o Samirə nəsə eləyə bilər? Yox. Samir bölmədədir. Heç kəs ona heç nə eləyə bilməz. Narahat olma. Sakit ol. Artıq hər şey geridə qaldı. Biz sənin yanındayıq. Səni artıq tək qoymayacağıq. Nə sənə, nə Samirə heç kim heç nə eləyə bilməz. Yaxşı mən bu. Rahat ol, rahat ol. Gəl bura. Ana, hacı. Hər şey düzələcək. Əlbəttə. Hər şey əvvəlki kimi olacaq mənim balam. Narahat ol. Çox sağ ol. Çox sağ ol. Toğrul bəy, Nuray xanımla mütləq izahat verməlidir. Bacım izahat verəndən sonra bu şərəfsizi tutacaqlar. Bəli. Narahat olmayın Toğrul bəy. Eldarın bundan da başqa cinayəti var. Keçmiş həyat yoldaşının ölüm məsələsini yenidən açacağam. Bundan sonra bu adam azadlıqda olub heç kimə zərər verə bilməyəcək. Qanunla necə lazımdır, cəzasını çəkəcək. Belə adamlar fikirləşir ki, qanundan qaça biləcək. Amma heç vaxt belə şey ola bilməz. Bizim ölkədə heç bir cinayətin üstü bağlı qalmır. Sadəcə Eldar kimi adamlara izah eləmək lazımdır ki, neyin əsasda qanundan qaça bilməyəcəksiniz. Düz deyirsiniz. Kişindən vəzifəsindən asılı olmayaraq hamı qanun qarşısında eynidir. Mən həmişə buna şahid olmuşam. İnşallah bu şərəfsiz də cəzasını çəkər. İnşallah. Gedək. Lalə, Mən də sənə zəng eləyəcəkdim. niyə? Nə olub? Bilmirsən nə olub? Yox. Ləman, sən demən Nuraya Eldar döyürmüş. Nə? Əməl başlı qıza zülm eləyib. Ay, nə danışırsan? Hələ utanmaz Samirə də şəraitdir. Samiri tutmuşdular. Bütün gün xalamla polis dairəsində olmuşuq. Doğrudan? Amma indi Samirin günahsız olduğunu bildiklərinə görə buraxırlar da yəqin ki. Yəni Nurayın izahatını alandan sonra buraxmalıdılar. Gör səhərdən nələr olub be. Bəs Toğrulanı? Heç Toğrul da eşidən kimi dəli oldu, çıxdı getdi Eldarın yanına. Dua eləyirəm ki, heç nə eləməsin onu. Çox əsəbiydi. Mənə bax deyirəm, bəlkə mən zəng eləyim, birdən nəsə olar. Yox, Allah eləməsin. Nələr olub be. Amma indi bilirlərsə ki, günahsızı buraxarlar da bugün. Buraxacaqlar. Ləman. Hə? Atamın elədiklərini də bilirəm. Yəni bu adam necə gedib Toğruldan obyekt istəyə bilər? Mən başa düşmürəm də. Hələ üzükləri də atıb. Sənə Toğrul deyil? Hə. Buna bax, mən səhərdən buna zəng eləyirəm. Mənim zəngimi açmır, səndən danışıb orada. Ləman, polis idarəsində idi. Toğrul əsəbi idi, kefsiz idi. Danışıb nə var ya burada?
Boş yerə problem eləyirsən. Gəldi. Toğrul, hardasan? Səhərdən zəng eləyirəm. Hər şeyin üstü açıldı. Sən necəsən? Yaxşı. Axır ki, hər şey aşkara çıxdı. Çox sağ ol Alə. Sənin sayəndə Nuray danışdı. Sən olmasaydın heç bir şeyin üstü açılmayacaqdı. Mən heç nə eləmədim ki. Sadəcə Nurayı başa düşdüm. Sənin üçün çox darıxmışam. Mən də sənin üçün darıxmışam. Zənglərimi açmadan çox qorxdum. Elə bildim bir də məndən danışmayacaqsan. Üzüyü görəndə bilmədim neyini. Mən axı sənə söz vermişəm, həmişə sənin yanında olacağam. Ona görə göndərdin üzüyü. Mən göndərmədim. Atam məcbur çıxartdı əlimdən. Neysə. Bundan sonra nə olur olsun bu üzüyü barmağından çıxartma. Bundan sonra sən istəsən belə çıxartmayacağam bu üzüyü barmağımdan. Qəşəng çay dəmləmişəm. Keyfin göktü deyirsən. Hə, kefim kök olar da, Xavər xanım. Allaha şükür Nurayın da vəziyyəti yaxşıdır. Hamı da bildi ki, Samirin günahı yoxdur. Samirin bu dəfə bəxti gətirdi. Xavər xanım bəxti gətirmədi. Siz də bilirsiniz ki, o ciyəri yanmış uşağıma şər atmışdı. Amma olmaz, Toğrulun Samirin qələtlərindən xəbəri var. Samirin başqa bir günahı yox idi ki, Nurayı sevməkdən başqa. Yaxşı olmaz, bəsdir. Bildi günahsızdır. Xavər xanım, gözünüz aydın olsun. Gəlininiz gəlib. Yaman buradadır. Aşağıda Toğrulun yanında. İstəyirsiniz, mən onlara ayrımda kömək eləyim sizə. Mənim əlimdə 2 vur 2-dir. Gərək mənə də xəbər eləyərdi. Neyini? Atan üzü elə atdı ki, üstümə sənə zəng eləmə ehtiyat elədim. Elə danışırsan ki, elə bilmək eləmişəm. Yaxşı, zarafat eləyirəm. Sən də o saat əsəbləşirsən. Belə zarafatlar eləmə. Baş üstə. Ləman, xoş gəlmisən. Sağ olun, mən də sizin yanınıza gəlmişdim. Yaxşı, siz danışın. Toğrul, getmə. Qal. Sən Xavər xanımı səhv başa düşmüsən. Mən bu müqaviləni özüm imzalamışam. Özüm istəmişəm bunu. Ana. Ləman düz deyir. Qızın sözün kesmə. Toğrul, həqiqətən özümü istədim. Mən atamı tanıyıram da, yəni bugün sizdən obyekt istəyəcək, sabah ev istəyəcək, sonra başqa şeylər. Yəni mən bunları deməyə belə utanıram. İnsan atasını seçə bilmir. Yəni mən istəmirəm ki, mənim haqqımda səhv fikirləşsinlər. Biz hətta Xavər xanımdan müqaviləyə görə vəkilin yanına da gedəcəkdik. Yəni atamın elədiklərinə görə sizdən üzr istəyirəm. Söz verirəm ki, nə mən, nə ailəm sizdən bir qəpik də olsa heç nə istəməyəcəyik.
Kül qoyum səni qız başına. Əllərin quruyaydı onu imzaladığın yerdə. Əli qurumuş. Solmaz. Nəsə olub? Nə öz-özünə danışırsan? Yox, Cahangir mən. Aytən nənəmə deyirəm tapşırdığımı eləməyib. Ona hirslənmişdim. Yaxşı. Amma bəs sən bunları niyə mənə demirdin? Sənə söz demək olur ki, Gəl sən öpüm. Üzr istəyirəm, bağışla. Salam qızım. Salam. Ləman, sən də belə şeyləri fikirləşmə. Ailəm də, mən də bilirik ki, sən elə qız deyilsən. Sənin xətrinə Rızamın nə istəyirsə onu eləyərik. Müqavilən ver. Müqavilə boş şeydir. Belə evlilik olmur. Doğru düz deyir. Sizin aranızda mütləq inam olmalıdır. Ümumiyyətlə kişi ilə qadın arasında inam olmasa, möhkəm ailə də olmaz. Düz deyirsiniz Cahangir müəllim. Xavər xanım da sizin kimi demişdi. Amma mən inadkarlıq elədim. Fikirləşdim ki, belə daha yaxşı olar. Nəysə, belə şeylər yadımdan çıxardı. Mən bağışlayın, gedim Nurayın yanına. Yaxşı, get. Xəbər məndə bir işə dəyib qayıdıram.